Hə dostlar, indi isə lülparın artlanmaq qaydasını sizə izah edirəm. Bax, bu çiçəkləri ayrı deməli kəsirəm. Bunları dəmləmək üçün ayrı bir yerə yığıram. Buna bax, qəşəkdir. Bax, bu çiçəkləri belə ayrı bir yerə yığıram ki, sonradan onu qurudub çay kimi istifadə edə bilək. Sonra bax, bunun bu dediyim kimi bayaq bu yarpaq hissəsini kəsdim. Yarpaq hissəsini kəsirsən, bax, bu da yarpaq deyil, bu çiçək hissəsidir. Bax, bu çiçək hissəsində yarpaqdan, yəni yarpaq hissəsi pişirilmir. Pişirilən hissələr yalnız buzovdur. Deməli, bunu biz nə tər eləyirdik? O vaxt kənddə bir də gördüyün dağa gedirdik. Dağda addım başı bizdə hər dərədən, hər təpədən su, bulaq gəlirdi, bulaq var idi. Əmirxeyir kəndinin əhatəsində və içərisində təxminən 50-dən çox bulaqlar var idi ki, o bulaqlardan da deməli hər dəfə istifadə eləmək olurdu. Əsasən bu lülpar bitəndən sonra bunlar böyüyür, bu turba hissəsi. Bunu buradan biz belə kəsirdik. Burası fikir verirsiniz, trubka hissəsindədir. Uzun olurdu. Hardasa bu yarım metr, 40 santimetrə qədər uzanırdı. Və bununla həmən deməli bulağın gözündən əyilərək su içə bilirdik. O da bunun özünün dadı suya qarışırdı. Həqiqətən gözəl bir dad əmələ gəlirdi. İstəyirsiniz mən deməli bunu sizə təxminən göstərə bilərəm. Təsəvvür edin ki, bax, bu bulaqdır və bulaqdan olan sudur. Suyu təsəvvür edin, bax. Bunun elə bir dadı var ki, bundan içilən sunun dadı həqiqətən dəhşətdir, müsibət dadı var. O dadı düzdür, indi siz hiss eləmirsiniz, ancaq görüntülərlə sizə izah edirəm ki, həmişə dağlara gedəndə, əsasən də Gədəbəy dağlarına gedəndə, bax, bu lülparın uzun turbqalarından kəsib, bulaqların gözündən su içəsir. Çox gözəl bir dadı var, ha. Artlanma qaydasında sizə bir daha bu yarpaq hissəsini artlayırıq. Bax, bu qara hissəsi artlanır. Aha, indi birazdan da bunun pişmə qaydalarını sizə öyrədəcəm. Bax, bu hissəsi də getdi. Bunu yalnız beləsinə kəsirik və yığırıq. Deməli, təmizlədik, yaxşı yuduq. Qəşək yuyuldu. Bunu suda çox saxlamaq olmazsa, çox saxlayanda suda o təzdən qartır. Ona görə suda çox saxlamaq olmaz. Bax, bunu gətirdik sonra bax, belə yarıdan bölürük. Aha. Yarıdan bölündü. Yarıdan bölürük ki, daha tez pişsin, həm də ki, daha tez balaca olsun da, çox yekə eləmək olmaz. Bax, bunu belə, bax, belə, aha, haradasa 5 sm, 6 sm bir kəsirsən. Belə balaca. Dediyim kimi bir daha bunu soyuq suda çox saxlamaq olmaz. Çox saxlayanda qartır. 5-6 santimetre bax belə kəsdik. Aha. Gözəl. Sonra isə deməli bu kəsdiyimizi qoy bunu da kəsək, mən izah edeyim. Kəsdik və artıq nə var? Su qoymuşuq. Deməli su qaynayır. Su qaynayır. Qaynayır. Biz indi bax bunu həmən suya əlavə edirik, qaynar suya. Ki, qaynar suda qəşəng qaynasın. Aha, əla. Hə dostlar, deməli
Artıq lüparımız qaynadı. Pişdi daha doğrusu. İndi isə bunu deməli süzürük. Belə süzdük. Aha. Təmiz süzürük. Artıq fikir verirsiniz, daha tam pişibdi. Əladır. Biraz soysun. Qəşəng soyacaq. Həm də belə suyunu sıxırıq ki, suyunu niyə sıxırıq? Bunun əsas. Suyu sıxırıq ki, təmiz o acı su, bunda biraz acılıq da ola bilər. Ona görə acı su tamamilə deməli yox olmazına görə. Aha, su. Bax bunu beləsinə sıxdıq. Aha. Deməli bu süzüldü. İndi biraz da bax bunu beləsinə suyunu təmiz sıxırıq ki, burada ola bilər acılıq nəsə var. Aha, bunu da yağda qızartmağa qoyuruq. Bəzi deməli adamlar xoşlayır yağı soğantısı ilə eləməyə. Ancaq mən soğantısı ilə xoşlamadığıma görə təmiz yağla qızardıram. Aha, bunu da suyunu təmiz sıxdım. Aha. Deməli bu suyu sıxırıq ki, acı su tamamilə geçsin. Aha. 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 Şimdi tuzunu tökürük. Şimdi tuzluyuruq biraz. Aha. Hala. İndi isə bunu qoyacaq deməli bir müddət yağda qoyulsun. Yağda qoyulmaq lazımdır. Aha. Yağda qoyulacaq. Aha, bir müddət qoyulandan sonra indi bir şey də deyim ki, bunu da bəzən çox qoyurlar. Bəzən də müəyyən qədər az olur qovurulması. Ancaq mən çox qovurulmanı xoşladığıma görə biraz çox qovururam. Deməli, ancaq imkan vermirəm ki, qızarsın da. Bir də bir şey deyim ki, buna yumurta da vururlar. Deməli, bu da kənddən gələn kənd yumurtasıdır. Bax, aha. Əla, görürsünüz, saf sarı. Əla. Bax, bunu da deməli, kənd yumurtasını da vurursa, əla. Deməli, yoldaşlar, indi isə sarımsaq əzirik. Aha. Sarımsağı əzdik. Sarımsağı bax belə əzdik. Sarımsaq qatıq eləyirik. Sarımsaq qatıq. Əla. Bunu deməli elə şey eləyirlər, qatıqla yeyirlər. Bu qatıqla, təkcə qatıqla o dadı verilir. Bunu mütləq və mütləq sarımsaq qatıqla yeməlisən. İndi isə deməli bir balaca baxaq. Aha. Bunun yemək qaydası da nədir? Məsəl üçün bir balaca göstərirəm. Bax bunu qoydunsa belə. Bunun üzərinə sarımsağı tökdün. Belə sarımsağı üzərinə töküb yalnız belə yemirsən. Bax bunu sarımsaqla belə qarışdırırsan. Bunu sarımsaqla bax belə qarışdırandan sonra ondan sonra yeyirsən. Yəni təmiz qatıq sarımsaqla qarışır. İndi isə bax bir balaca
Əla.